Ermənistan erməniləri ilə Dağlıq Qarabağda məskunlaşan ermənilərin bu həftə baş verən qarşıdurması onlar istəməsələr belə nəyə qadir olduqlarını ortaya qoydu. İrəvan erməniləri ilə Qarabağda məskunlaşan ermənilərin bir-birini bəyənməməyi var idi. Son hadisələr isə göstərdi ki, söhbət təkcə bəyənməkdən getmir, söhbət həm də göz qorxutmaqdan gedir. Hadisələr Qarabağın həqiqətən də nəzarətsiz zonaya çevrildiyinin aynası oldu. Ötən həftə Azərbaycanın işğal olunmuş rayonlarından biri Laçında baş verənlər erməni xislətini ortaya qoymuş oldu. İrəvandan gələn ermənilərin Laçına buraxılmaması, şirkət olunub geri qayıtmağa məcbur edilməsi bəzi mətləblərin üstünü açdı. Əvvəla indiyədək qondarma rejim beynəlxalq reytinqlərdə demokratiya, insan haqları, media azadlığı və daha nəyə görə güya Azərbaycandan yuxarı sırada göstərilirdi. Bu da mənzərə. Döyülənlər təsis parlament adlanan müxalifətçilər idi, döyülənlər qadınlar, uşaqlar idi, döyülənlər çəkiliş aparılmasına icazə verilməyən media nümayəndələri, kamerası sındırılan jurnalistlər idi və nəhayət döyən də, döyülən də erməni idi. Bir-birini həzm edə bilməyən İrəvan və Qarabağ erməniləri. Əvvəla qanlı toqquşma, ermənilərin bir-birinə silahlı hücum etməsi onu göstərdi ki, qondarma rejimi vəhşi silahlı qruplar idarə edir. Onlara Ermənistandan gələnləri qorxutmaq tapşırığı verilib. Belə olmasaydı, avtomobil karvanını polisdən əlavə yüksəkliklərdəki silahlılar, əli dəyənəkli xüsusi təyinatlı dəstələr, maskalı şəxslər qarşılamazdı. Onlar əmri icra edirdilər. İçərisində az yaşlılar 3 jurnalist olmaqla 20 nəfəri yaraladılar. 15 avtomobil yarasız hala salındı. Bəs erməninin qana bulaması kimə lazım idi? Hər halda yürüşdə iştirak edən 160 erməni müxalifi Qarabağda inqilab edilməsi halda nə də gücdə deyildi. Aksiyanın şüarı da qondarma soyqırım məsələsi idi. Lakin göründüyü kimi ermənilər ümum-erməni dərdinə acımaq üçün də bir araya gələ bilmədilər. Qondarma rejimin ehtiyat etdiyi əsas məsələ onun havadarları Rusların əleyhinə çıxışlar ola bilərdi. Ona görə də bu hissə Laçın koridorundaca güc yolu ilə boğuldu. Çünki müharibədə hər gün itkilər verən və bunu ictimaiyyətdən gizlədən, qarışıq məlumatlar çatdıran rejim ən həssas məsələlərdən belə qorunmaq tapşırığı alıb. Yürüyüş iştirakçılarından Qarabağ Komitəsi üzvünün də etirafı diqqət çəkir. İqor Muratyan qondarma rejimin medalını geri qaytarır və deyir: Dağlı Qarabağ heç vaxt dövlət olmayıb və olmayacaq. Onlar Rusiyanın maraqlarına xidmət etmək, böyük qardaşa loyal görünməyə cəhd edirlər. Dağlı Qarabağ erməni zonası deyil, Rus zonasıdır. Dağlı Qarabağ Rusların nəzarətində saxlamaq xəbəri yeni deyil. Qarabağ erməniləri öz gələcəklərini günü-gündən iqtisadi tənəzzül keçirən Ermənistanla görməyə arzusunda da deyirlər. Hələlik onlar Ruslara yarınmaq istəyirlər. İndiki halda isə Rusiyanın öz problemlərinin olduğu bir vaxtda Qarabağ erməniləri başqa variantı da dəyərləndirə bilərlər. Ermənistanda da Qarabağ ermənilərinin Rusiya iştahını bilməmiş deyirlər. İrəvan ermənilərinə Laçında edilən hücumdan sonra Gümrüdə bir ailəni yer üzündən silmiş Permyakovun Moskvadan tələbi də elə belə deyildi. Laçındakı hücumdan sonra Ermənistan hakimiyyəti müxalifətin sərt tənqidinə tuş gəldi. Hər kəs açıqlama gözləyir. Əslində nə baş verir? Bu toqquşmalar həm də onu göstərdi ki, vəhşi silahlı qruplaşmalar Qarabağda zona yaradıblar. Qondarma rejimin bəyanatında da baş verənlərlə bağlı deyilir. Təşviqat avtoyürüşü Dağlı Qarabağda geniş ictimai dairələrdə mənfi reaksiya doğurub və əhalinin əksər hissəsi yürüyüş iştirakçılarının Qarabağa daxil olmasının qarşısını almaq qərarına gəlib. Deməli, yürüyüş iştirakçıları Xan kəndinə getsəydi, orada məskunlaşdırılan ermənilərlə əlbəyaxa olacaqdı. İrəvan erməniləri həm də gördülər ki, onlara Qarabağda da yer yoxdur. Qarabağa nəzarət edənlər kriminal qruplardır. Baxın, bu dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil. O, hətta nökər adına da bəlkə də layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır. Və son hadisələr bunu bir də göstərir. Görün, nə qədər bunlar aciz durumdadılar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu, ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilərlər. Elə o qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Onlardan biri də Ermənistan olacaq, əgər öz çirkin siyasətindən əl çəkməsin.